Fevral ayının 27-sində Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nicat Ərtürkün sayca 3-cü kitabı olan Ana Həsrəti adlı şeirlər toplusunun təqdimat mərasimi keçirildi. Mərasimdə tanınmış ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri, media nümayəndələri, eləcə də müəllifin ailə üzvləri və doğmaları iştirak etdi. Tədbiri Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir apardı. O çıxışında qeyd etdi ki, Azərbaycan ədəbiyyatında ana mövzusu həmişə xüsusi yer tutub və xalqın mənəvi dünyasının ən dərin qatlarını əks etdirən əsas bədii motivlərdən biridir. Nicat Ərtürkün Ana Həsrəti kitabı da bu ənənənin davamı kimi diqqəti cəlb edir. Beləliklə də əzizlərimizin itkisi əbədiyyət dünyasına bizim üçün bir pəncərə açır. Özümüz isə bu dünyanı artıq o pəncərəsi olan evin qapısından tərk edib başqa bir aləmə gedirik. Nicat Ərtürkün şeirləri ona görə belə sadə, səmimi, pozitivdir ki, onu məhz belə bir ana tərbiyə eləyibdir. Valideynlərin şah əsərləri onların övladlarıdır. Nicat Ərtürkün özünün də 4 övladı var. O özü də öz valideynlərinin və anasının övladıdır. Onun şah əsəridir. Əgər anası sağ olsaydı, mən inanıram ki, oğlunun bu fərəhli gününə baxıb qürrələnərdi. Tədbirdə iştirak edən çıxışçılar şairin əsərlərində vətən sevgisi, valideyn məhəbbəti və milli mənəvi dəyərlərin əks olunmasını vurğulayaraq onun şeirlərindən parçalar səsləndirdilər. Nicat Ərtürk göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Daha da sizin bura gəldiyiniz üçün, mənə dəstək olduğunuz üçün, mənim bu xoş günümdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm, var olasınız deyirəm. Kitabımdan da Ana Həsrəti şeirinin özünü elə sizə mən oxumaq istəyirəm. Həsrətin çox çətin, dözümsüz ana, etiraz edirəm sənsiz zamana. İstədim ki, artıq zaman dayana, anama həsrət qaldığım günü. Tədbir müəllifin oxuculara imzalı kitablarını hədiyyə etməsi və xatirə fotolarının çəkilməsi ilə sona yetdi.